Hər birinizə salamlayıram dəyərli abituriyentlər, şagirdlər və müdavimlər. Bugünkü YouTube izah videomuzun mövzusu Azərbaycan torpaqlarının azad edilməsidir. Hansı ki, həm Azərbaycan torpaqlarının azad edilməsi, həm də Nadir xanın Azərbaycandakı fəaliyyətindən danışacağıq. Nadir xanın fəaliyyətinə keçməmişdən vaxt biz bir qədər Azərbaycan içərisində olan siyasi proseslərə nəzər yetirməliyik. Bu videoda söhbət gedir Səfəvi dövlətinin 8-ci əsrin 20-ci illərindən. Artıq bu dövrdə Səfəvi dövlətinə bir dövlət kimi təhlükə yaranıb, yəni süqutla üz-üzədirlər. Nəyə görə? Çünki ölkə paramparçadır. Ölkənin şərq istiqamətində Əfqanlar hakimiyyətdədir. Ölkənin şimal hissəsində və Xəzəryanı bölgələrdə Rusiya hakimiyyətdədir. Ölkənin cənub torpaqlarında isə Osmanlı hakimiyyətdədir. Və belə olduğu halda Səfəvilərə qarşı hakimiyyət Belə olduğu vaxtda Səfəvi dövlətinə qarşı xalq tərəfindən də artıq etinasızlıq yanaşılırdı. Çünki Səfəvi dövləti öz torpaqlarını qoruya bilməmişdi və xalq ona görə də artıq Səfəvi dövlətinə güvənmirdi. Bəs Nadir kimdir? Nadir Şah Əfşar tayfasından biridir. 2-ci Təhmasib dövründə orduda xidmət eləməyə başlayıbdı. Nadir xan öz göstərdiyi şücaətinə görə ölkədən Əfqanları qovubdu. Birinci dediyimiz kimi Əfqanları qovur. Əfqanları qovduqdan sonra o gedir Heratı tutur. Bundan əlavə o Əfqanları qovmamışdan qabaq gedir bütün İranı azad edir, Xorasanı azad edir, İrəvanı azad edir və xalqın içərisində nüfuzunu gücləndirir. Əfqanları buradan qovub Heratı tutması ilə də onun nüfuzu pik həddə çatır və bundan sonra o başlayır yavaş-yavaş Osmanlıları Azərbaycandan qovmağa. Osmanlılarla mübarizəyə başlayarkən o birinci Ərdəbil şəhərini azad edir. Daha sonra digər torpaqlarını da işğalına başlayır. Lakin xəbər gəlir ki, Xorasanda Şaha qarşı üsyan baş verib. Ona görə də Nadir xan Xorasandakı üsyanı yatırmaq üçün Osmanlılarla mübarizəni dayandırır və Xorasana yola düşür. Belə bir vaxtda Şah II Təhmasib xalq içərisində itirilmiş nüfuzunu bərpa etmək məqsədi ilə Osmanlı dövlətinə müharibə elan edir. Bu müharibə nəticəsində o Həmədan, Kirmanşah kimi vilayətləri itirir və məcbur qalır 1732-ci ildə Kirmanşah sülh müqaviləsini bağlayır. Kirmanşah sülh müqaviləsi. Kirmanşah müqaviləsinin şərtlərinə görə Arazdan şimalda olan torpaqlar Osmanlı dövlətinə verilir. Osmanlı dövləti isə Ərdəbil, Təbriz, Kirmanşah və Həmədanı qaytarır Səfəvi dövlətinə. Və bu demək olar ki, Təhmasibin etdiyi səhvlərdən biri olmuşdu ki, öz nüfuzunu bərpa etmək məqsədi ilə Osmanlılarla mübarizə aparmışdı. Və bundan sonra tam 800 gündən sonra bir də bizim Rusiya ilə müqaviləmiz olacaq. Nəyə görə? Çünki bu dövrdə Osmanlı ilə mübarizəyə qarşı biz rusları da əslində qovmalıyıq. Sadəcə olaraq o dövrdə Osmanlıya qarşı bizə bir müttəfiq lazımdır. Ona görə də Kirmanşah müqaviləsindən 800 gün sonra 1732-ci ildə biz ruslarla Rəşd müqaviləsini bağlayacağıq. Rəşd müqaviləsinin şərtlərinə görə Səfəvilər Osmanlıları Xəzərə qoymamalıydılar, onlarla əlaqə yaratmamalıydılar. Bunun qarşılığında da Rusiya Səfəvi tacirlərinə görmüsüz ticarət hüququ da verilməli idi. Məhz bu hadisələrdən sonra Rəşd və Kirmanşah sülh müqaviləsindən sonra Nadir xan 2-ci Təhmasibi taxtdan salacaq və 2-ci Təhmasibi yerinə hakimiyyətə 6 aylıq olan 3-cü Abbas gələcək. Bəli, qəribə səslənir. 6 aylıq bir körpə. 6 aylıq körpə dövləti necə idarə edə bilərdi? Heç necə. Ona görə də Nadir xan özünü 3-cü Abbasın naibi və vəkili elan edərək dövləti onun adından idarə eləməyə başlayır. Və Nadir xan bundan sonra başlayır yavaş-yavaş açıq şəkildə Osmanlıya və Rusiyaya qarşı mübarizəyə. Biz Əfqanları qovduq gördüyümüz kimi. Daha sonraki hücum hədəfimiz isə olacaq Osmanlılar. Osmanlılarla 1733-cü ildə Bağdad döyüşü olacaq. Bağdad döyüşü. Bağdad döyüşü nəticəsində xan Nadir qalib gələcək və Osmanlılar məğlub olacaq. Elə həmin ildə Bağdad müqaviləsi imzalanacaq. Bağdad müqaviləsinin şərtinə görə Osmanlılar son 10 ildə işğal etdiyi torpaqları Səfəvilərə qaytarmalıydılar. Və bununla da biz demək olar ki, Azərbaycanın cənub torpaqlarından Osmanlılar qovmuş olduq. Bundan sonra isə başlayacağıq biz Rusiyanı Azərbaycandan qovmağa. Rusiya ilə gedən mübarizənin nəticəsində 1735-ci ildə Gəncə müqaviləsi bağlanacaq. Gəncə müqaviləsinin bağlanması ilə Ruslar Xəzəryanı vilayətləri tamamilə tərk edəcəklər. Bununla da Nadir xanın apardığı doğru siyasət nəticəsində Azərbaycan həm Əfqanların hücumundan, həm
Bağdad sülhü ilə Osmanlıların hücumundan, Bağdad Osmanlı, Gəncə isə Rusiyanın hücumundan xilas etmiş olur. Bəs bundan sonra nə dayanırdı Səfəvilər dövlətinin qarşısında? Təbii ki də tənəzzül və süqut. Xüsusən bu videoda qeyd edim ki, Nadir xan və Nadir şah anlayışlarına xüsusi diqqət yetirək. Artıq biz tarixin bu dövrünə qədər gəlmişiksə, xan və şah anlayışlarının tarixdə nə qədər vacib bir məsələ olduğunu bilməliyik. Bu dövrə qədər danışdığımız hər bir şey Nadir xanın hakimiyyətinə aiddir. Nadir şah ifadəsini qətiyyətlə istifadə etmək olmaz. İndi isə biz keçirik danışaq Nadir şah imperiyasından.